Birbaşa rəhbərlərin səlahiyyəti haqqında artıq bir neçə dəfə danışmışam. Bir mövzuya da toxunmaq istəyirəm. O da onların səlahiyyətləri ilə bağlıdır. Məsələ ondadır ki, birbaşa rəhbərin onun xətti rəhbər olmasından, üst rəhbər olmasından, yaxud da orta səviyyə rəhbər olmasından asılı olmayaraq əməkdaşları seçmək, işə qəbul etmək və lazım gəldikdə işdən xaric etmək hüququna malik olmalıdırlar. Bəzən bu səlahiyyət yalnız yuxarı rəhbərliyə verilir və birbaşa rəhbərlərdə bu səlahiyyət olmadan onlar idarə etməni effektiv həyata keçirə bilmirlər. Məntiq odur ki, onlar təcrübəsi nisbətən azdır, ola bilər ki, onlar sui-istifadə edə bilərlər, amma rəhbərdən effektiv idarə etmə gözləyiriksə, mütləq şəkildə onun işini, istədiyi işçini işə qəbul etmək səlahiyyəti olmalıdır. İstədiyi obyektiv əsaslarla, vakansiya uyğun namizədi və eyni zamanda da özünü doğrultmayan əməkdaşla vidalaşmaq hüququ olmalıdır. Bu mütləq şərtlərdir.